və şeirini deməyə başlayır. Qıpqırmızı turpan mən hamıdan gözələm mən. Bu bağ-bağça içində üç rəngli gözələm mən. Yanaqlarım qırmızı, saçlarım çıraq, ürəyim tabaqa kimi bəmbəyaz. Hə, baba toxumun yetişdiyini bilən kimi ayağa durub getdi ki, görsün əşliyi toxumdan nə bitib. Baba tez ora getdi. Hə, gəlib baxıb gördü ki, qıpqırmızı turp yetişir. Baba çox sevindi. Sonra da turpun qolundan tutub dartdı ki, onu çıxarsın. Dartdı. Turpu yerindən çıxarda bilmədi. Baba nənəni köməyə çağırdı. Ay qarı! Qarı babanın səsini eşitcək, onun yanına gəldi. Özünə deyinə gəldi. Nədən çişini qoymursan? Nədən çişini? Məni nə çağırdın? Nə qoymursan? Söyləmə baxın. Hə, baba dedi. Ay qarı, çox pəsmişəm. Dur, gəl onu çıxardır. Boy, nə içmirsən ay kişi? Dur pəsmişəm, dur, gəl onu çıxardır. Çıxardaq deyirsən, çıxardaq da nə? Nənə razılaşdı, babadan yapışdı. Baba da turpdan yapışdı. Dartdılar. Turpu yerindən çıxarda bilmədilər ki, bilmədilər. Turp babaya baxdı, baba da nəniyə, nənə də nəvəni köməyə çağırdı. Aynen, Nəvə nənənin səsini eşitcək, onun yanına gəldi. Baba, baban turpəcikcə onu çıxarda. Necə ay nənə? Baban turpəcikcə onu çıxarda. Okey. Nəvə razılaşdı, nənədən yapışdı, nənə babadan, baba turpdan. Dartdılar. Turpu yerindən çıxarda bilmədilər ki, bilmədilər. Turp babaya baxdı, baba nəniyə, nənə nəviyə, nəvə də nəniyə babaya turpa baxıb, sonra da Alabaşı köməyə çağırdı. Alabaş, bura gəl. Alabaş nəvənin səsini eşitcək, onların yanına gəldi. Nəbi, ata, dədə mənəsi, mən yatan, sən nəsə belə öz verib. Nənən deyir ki, babam turp əzik, gəl onu çıxardaq. Mən də deyirəm, nəsə belə öz verib. Çıxardaq deyirsən, çıxardaq da. Hə, Alabaş razılaşdı, nəvədən yapışdı. Nəvə nənədən, nənə babadan, baba da turpdan. Dartdılar. Turpu yerindən çıxarda bilmədilər. Turp babaya baxdı, baba nəniyə, nənə nəviyə, nəvə də Alabaşa. Alabaş nəviyə, nəniyə, babaya turpa baxıb, sonra da Məstanı köməyə çağırdı. Məstan, bura gəl. Məstan Alabaşın səsini eşitcək, onun yanına gəldi. Baba, Alabaş, mən niyə çağırmışam? Baba deyir ki, babam bu xətik, gəl onu çıxardaq. Ama nə işi baba? Bu xətik, gəl onu çıxardaq. Ama çıxardaq deyirsən, Hə, səsi güclə eşidilən Məstan deyirdi ki, babanın xətrinə dəyməyəcəm ki. Ona görə də razılaşıb, Alabaşdan yapışdı. Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan. Dartdılar. Turpu yerindən çıxarda bilmədilər ki, bilmədilər. Turp babaya baxdı, baba nəniyə, nənə nəviyə, nəvə Alabaşa, Alabaş da Məstana baxdı. Məstan da Alabaşa, nəviyə, nəniyə, babaya turpa baxıb, sonra da sıçanı köməyə çağırdı. Sən xanım, bura gəl. Sən xanım Məstanın səsini eşidən kimi onun yanına gəldi. Hə, Sıçan pişikdən nə soruşdu? Pişik ona nə dedi bilmirəm, amma onu bilirəm ki, bu Sıçan xanımın çox xoşuna gəldi. İndi gəlin biz ondan xahiş edək, o bizim dilimizdə desin görək, nə dedi? Məstan, məni niyə çağırmısan? Babam turp açıb, gəl onu çıxardaq.
Məstanla yapışdı. Məstan alabaşdan alabaş, nəvədən, nəvə nənədən, nənə babadan, baba tutdan. Dartdılar, 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 dartdılar və turpu çıxartdılar. Və əl-ələ verib oynadılar. Bunlardan da bu qənaətə gəlirik ki,